Salam, hər vaxtınız xeyir olsun. Necəsiz? İnşallah yaxşısınız, hər zaman da yaxşı olasınız. Biz bu gün məntiqdən aşkar operatorlar bölməsinə aid test izahına baxacağıq. Gəlin keçid edək suallara. Bu bölmənin digər adı riyazi əməllərdir. Ümumi olaraq imtahan suallarımızdan bir sual hər zaman aşkar operatordur, bir sual isə hər zaman qeyri-aşkar operatordan. Ona görə də bu bölməni yaxşı bilməmiz gərəkir. İndi birinci suala baxaq. Birinci sualda yoldaşlar, yadınızda saxlayın, ümumi olaraq aşkar operatorlarda hər zaman sol tərəfə bərabər götürüb həll edəcəksiniz, sağı da sağa. İndi burada deyəcək ki, A-nın qiyməti 5-dir. Yəni A-nın qiyməti özündən aşağıdakı 5 rəqəmidir. Onda gətirib sağ tərəfdə yerinə qoyub hesablayacağıq. 5 vuraq 2 üzərinə gələk 7. 2-nin üzərinə 2-ni 5-ə vuranda 10, onun üzərinə də 7, 17. Deməli, doğru cavab A variantı. İkinci suala baxaq. İkinci sualda da yoldaşlar yenə A-nın qiyməti 6-dır. Gəlin hesablayaq. 2 vurulsun 6 plus 5. Bu da bərabərdir. 6-nın üzərinə 5 gələndə eləyəcək bizim üçün 11. 11-i 2-yə vuranda eləyəcək 22. Doğru cavab D variantı. Üçüncü sual. Deməli, A-nın qiyməti yoldaşlar 3-dür. Gəlin hesablayaq. 3-ün kvadratı üzərinə gələk. 3 vurulsun 3. Bu da eləyəcək 3-ün kvadratı 9. 3-ü 3-ə vuranda 9. 9-la da 9-u toplayanda eləyəcək bizim üçün 18. Deməli, doğru cavab C variantı. Dördüncü sualda, deməli, C-nin qiyməti 4-ə bərabərdir. Gəlin hesablayaq. 4-ün kubu minus 5 vurulsun 4. 4-ün kubu yoldaşlar bizim üçün 64 edir. Yadınızda saxlayın, hər zaman 10-a qədər rəqəmlərin kvadratlarını, kublarını bilməliyik. 4-ün kvadratı, kubu 64 eləyəcək. 5-i də 4-ə vuranda 20 eləyəcək. 64-dən 20 çıxanda neçə qalacaq bizim üçün? 44. Deməli, doğru cavab B variantı. İndi gəlin 5-ci suala baxaq. Yadınızda saxlayın, kvadratdır, kubdur, kəsirdir. Kök altı ifadələrdir. Mötərizə şəklində yazılışlarda heç vaxt A-nın, B-nin qiymətini yerinə qoyub hesablamayın. Əvvəlcə dəyişənin qiymətini tapın, sonra isə hesablamaq lazımdır. İndi yoldaşlar, dedik ki, B kvadratı 9-a bərabərdir. İndi əgər B kvadratı 9-a bərabərdirsə də, onda B-nin qiyməti nəyə bərabər olacaq? Deyəcəksiniz 3-ə bərabərdir. İndi gəlin hesablayaq. 3-ün kubu minus 3-ün kvadratı. 3-ün kubu bilirik ki, yoldaşlar bizim üçün neçə eləyəcək? 27. 3-ün kubu 27 eləyir. 3-ün kvadratı da bizim üçün 9 eləyir. 27-dən də 9 çıxanda eləyəcək 18. Deməli, doğru cavab C variantı. 6-cı suala baxaq. 6-cı sualda da yoldaşlar 2A-nı 12-yə bərabər götürüb həll eləyəcək. Əgər 2A 12-yə bərabərdirsə də A nəyə bərabər olacaq? 12-ni 2-yə böləcək 6-ya. Deməli, A-nın qiymətini tapdıq 6. Gətirin hesablayaq. 6 üzərinə gələk 3, bölünsün 3. 6-nın üzərinə 3 gələndə 9, 9-u 3-ə böləndə düşəcək 3. Deməli, doğru cavab D variantı. Mötərizə şəklində misallarda eyni qaydadır. Sol tərəfi bir-birinə bərabər götürüb həll eləyəcəksiniz. Onda nə alınır yoldaşlar? A kvadratı minus 4 bərabərdir 21. A kvadratı bərabərdir. 21-in üzərinə 4 gələcəksiniz. 25. Onda A da bərabərdir 5-ə. Yəni neçənin kvadratı 25 eləyir? Deyəcəksiniz 5-in kvadratı 25 eləyir. İndi A-nın qiyməti 5-dirsə də gəlin hesablayaq. 7 vuraq 5, üzərinə gələk 2. 7-ni 5-ə vuranda yoldaşlar bizim üçün eləyəcək 35. 35-in də üzərinə 2 gələndə eləyəcək 37. Deməli, doğru cavab A variantı. İndi gəlin 8-ci suala baxaq. 8-ci sualda kəsir şəklində verilib. Yenə eyni qaydadır. Sol tərəfi bir-birinə bərabər götürüb həll eləyəcəksiniz. Onda nə alınır? A kubu bölünsün 2 bərabərdir 32-yə. Əgər A kubu bölünsün 2 32-yə bərabərdirsə də, onda A kubu nəyə bərabər olacaq? Deyəcək ki, 2 dəfə 2 4 64-ə. Neçənin kubu 64 eləyir yoldaşlar? Deyəcəksiniz 4-ün kubu 64 eləyir. Deməli, A-nın qiyməti nəyə bərabər oldu? 4-ə. Gəlin hesablayaq. 4-ün kvadratı minus 4. 4-ün kvadratı yoldaşlar 16 eləyir. 16-dan da 4 çıxanda
12-dir. İndi gəlin 9-cu suala baxaq. 9-cu sualda biz artıq 2 əməliyyat yerinə yetirəcəyik. Əvvəlcə riyaziyyatda necə olduğu kimi birinci mötərizənin içərisi həll olunur, aşkar operatorlarda da eyni qaydadır. Birinci mötərizənin içərisini həll eləyəcəksiniz, sonra isə davamına baxacağıq. İndi mötərizənin içərisində bizdə qara nöqtədən ibarət romba oxşar belə bir fiqur verilib. Onu biz baxın, burada ikinci sətirdə yerinə yetirəcəyik. Yəni burada A-nın qiyməti 2-yə bərabərdir. Onda yazacağıq 2-nin kvadratı plus 5 bərabərdir. 2-nin kvadratı yoldaşlar 4 edir. 4-ün üzərinə 5 gələndə eləyəcək bizim üçün 9. Deməli, biz mötərizənin içərisinə nə aldıq yoldaşlar? 9 aldıq. İndi nəyi hesablayacağıq? 9, baxın, gül operatorunu. Bu hardadır? Baxın, birinci sətirdədir. İndi artıq bu dəfə A-nın qiymətinə 9 qoyacağıq. Onda nə alınır? 2 vurulsun 9 minus 1. Yoldaşlar, 2 dəfə 9 18 eləyir. 18-dən də 1 çıxanda 17. Deməli, doğru cavabımız B variantı. 10-cu sualda eyni qaydadır. Onu rahatlıqla özünüz tapa bilərsiniz. Gəlin 11-ci suala baxaq. 11-ci sualda da yenə mötərizənin içərisi sadələşəcək. Mötərizənin içərisində yoldaşlar, baxın həmən A kvadrat deyək. A kvadrat hardadır? Birinci sətirdə. Onda yazacağıq. 2A kvadratı 98-ə bərabərdirsə də A kvadratı nəyə bərabər olacaq yoldaşlar? 98-i 2-yə böləcək. 4 dəfə, bu da 9, 49. İndi A kvadratı 49-dursa da neçənin kvadratı 49 eləyir? Deyəcəksiniz 7-nin. Deməli, A-nın qiyməti yoldaşlar 7-dir. İndi gəlin hesablayaq. Onda nə alınacaq? 7 minus 1. 7-dən də 1 çıxanda 6. Deməli, yoldaşlar, biz birinci mötərizənin içərisinə 6 qiyməti aldıq. İndi nəyi hesablayacaq? 6 qara kvadratı. Əgər 6 qara kvadratı hesablayacaqsa da, o da bizim üçün ikinci sətirdədir. Gəlin baxaq. Onda A vurulsun, bu dəfə A-nın yerinə 6 qiyməti qoyacaq. 3 vurulsun 6 plus 1, 5. 6 dəfə 3, 18 eləyir. 18-in də üzərinə 5 gələndə 23 eləyir. Deməli, doğru cavab B variantı. 12-ci sual asandır yoldaşlar. Özünüz də yaza bilərsiniz. A-nın qiyməti 4-ə bərabərdir. B-nin qiyməti 3-ə bərabərdir. Gəlin hesablayaq. 2 vurulsun 4, üzərinə gələk 7 vurulsun 3. 2 dəfə 4 8 eləyir. 7 dəfə də 3 21 eləyir. 8 ilə də 21-i toplayanda 29 eləyir. Deməli yoldaşlar, doğru cavab D variantı. 13-cü sual. 13-cü sual asandır, yazmayacağım. Bunu özünüz də yaza bilərsiniz. 12-ci sualla eyni oxşardır. 14-cü suala baxaq. 14-cü sualda yoldaşlar yenə sol tərəfi sol tərəfə bərabər, sağı isə sağa bərabər götürüb həll eləyəcəksiniz. Sol tərəfdə burada nə var bizim üçün? Deyir 2A 14-ə bərabərdir. Onda A nəyə bərabər olacaq? 14-ü 2-yə böləndə deyəcəksiniz A-nın qiyməti 7-dir. Onda gəlin hesablayaq. 7 vuraq 7 minus B-nin qiyməti də 9-dur. 2 vuraq 9-a. Bu deyilir bizim üçün 49 minus 18-ə. 49-dan da 18 çıxanda 31. Deməli, doğru cavab C variantı. İndi gəlin 15-ci suala baxaq. 15-ci sualda yenə sol tərəfə, sağı isə sağa bərabər götürüb həll eləyəcəyik. Onda nə alınır yoldaşlar? Deyəcəyik ki, 3A kubu 81-ə bərabərdir. Əgər 3A kubu 81-ə bərabərdirsə də, onda A-nın qiyməti nəyə bərabər olacaq? Gəlin yazaq bərabər şəkildə. Deməli, 3A kubu 81-ə bərabərdirsə də, deyəcəyik ki, A kubu bərabərdir, 81-i 3-ə böləcəksiniz. 81-i 3-ə böləndə neçə düşəcək bizim üçün yoldaşlar? 8-in içərisində 3 2 dəfə, eləyəcək 27. Neçənin kubu 27 eləyir? Deyəcəksiniz 3-ün. Deməli, A-nın qiyməti 3-dür. İndi gəlin B-yi də tapaq yoldaşlar. B-də nə deyir? Deyir 2B 10-a bərabərdir. Əgər 2B 10-a bərabərdirsə də, onda B-nin qiyməti nəyə bərabərdir? 5-ə. Baxın, A-nın qiymətini tapdıq, B-nin qiymətini tapdıq. Gəlin hesablayaq. 2 vurulsun, 3 üzərinə gələk 5. 3 ilə 5-i toplayacaqsınız 8. 8-i də 2-yə vuranda 16. 16-cı sual.
16, 17-ci sual yoldaşlar, 18-ci sual bunlar oxşardır. 16-cı sualı yazacağam, digərlərini özünüz də həll eləyə bilərsiniz. İndi hər zaman dedik ki, birinci mötərizənin içərisini həll eləyəcəyik, ondan sonra digər hesabı əməliyyatlara baxacağıq. İndi mötərizənin içərisində bizim üçün qara gül verilib. O hansı sətirdədir? Baxın, birinci sətirdə. Yəni deyir A-nın qiyməti 8-dir, B-nin qiyməti isə 2-dir. Gəlin hesablayaq yoldaşlar. 3 vurulsun 8 minus 9 vurulsun 2. 8 dəfə 3 bizim üçün eləyir 24. 24-dən də 18 çıxanda yoldaşlar neçə qalacaq? Deyəcək 6. Deməli, birinci nəticədə biz aldıq 6 qiymətini. Birinci mötərizədə yəni 6 qiymətini aldıq. İndi gəlin ikinci mötərizəni də hesablayaq. İkinci mötərizəni də ikinci sətirdə, yəni A kvadrat olan sətirdə yerinə yetirəcəyik. Onda yoldaşlar A-nın qiyməti 3-dür, B-nin qiyməti də 1-dir. Gəlin hesablayaq. 3 üzərinə gələk, 2 vurulsun 1. Deməli, bu da 3 plus, 2-ni də 1-ə vuranda 2 yoldaşlar. Deməli, aldıq ki, burada da 5. İndi yoldaşlar, biz birinci mötərizədən 6 qiymətini aldıq, ikinci mötərizədən də 5 qiymətini aldıq. Bizdən də deyir ki, bunları tapdıqdan sonra baxın arada çıxma əməli var. Bir-birindən çıxın. 6-dan da 5 çıxanda nə qalacaq? Deyəcək 1. Deməli, doğru cavab Y variantı. Əslində bunlar qəbul suallarıdır. İndi yoldaşlar, 18-ci sualdır. Onun oxşarıdır. Onu özünüz də yaza bilərsiniz. Biraz 19 sizə çətin gələ bilər. Gəlin 19-u bərabər şəkildə yazaq. İndi baxın, harda yerinə yetirəcəyik? Ən son bizdə sual verilən hissədən başlanğıc götürəcəyik. Birinci hər zaman nə həll olunur demişik? Mötərizənin içərisi. Mötərizənin içərisində bizim üçün nə verilib? Baxın, qara rombla ibarət hissə. O hardadır? Baxın, ikinci sətirdədir. Əgər ikinci sətirdədirsə də, gəlin hesablayaq yoldaşlar. Onda A-nın qiyməti 1-dir, 2B də 4-ə bərabərdir. Əgər 2B 4-ə bərabərdirsə də, onda B-nin qiyməti nəyə bərabər olacaq? Deyəcək 2-yə. Deməli, A-nın qiyməti 1-dir. Üzərinə gələk. B-nin qiyməti də bizdə 2-dir. Minus. Çünki 2-ni yerinə qoyacaq. Daha 4 hesablaya bilmərik. Bu da minus 5. Yoldaşlar, bilirik ki, ümumi olaraq hesabı əməllərdə həmişə yadınızda saxlayın. Biri mənfi, biri müsbət olanda böyükdən kiçik çıxıb, yəni böyüyün işarəsindən kiçiyi çıxarıq. Hər zaman da böyüyün işarəsini yazarıq. Onda 1 ilə 2-nin cəmi bizim üçün 3 eləyəcək. Məsələn, toplayanda bunları, əgər bu müsbət 3-dürsə də, 5-in işarəsi mənfi olduğuna görə cavab nəticə buna deyəcək mənfi 2. Ona görə burada bizim üçün qalacaq mənfi 2. İndi digər mötərizəyə baxaq. Baxın, baxırsınız ki, burada zəng işarəsi var. Bu da hardadır yoldaşlar? Birinci sətirdədir. İndi birinci sətirdən hesablayacağıq. Onda deyəcəyik ki, 2A minus 1 bərabərdir. Demişik ki, sol tərəflər bir-birinə bərabər götürüləcək. 13-ə. Onda deyəcək yoldaşlar, 2A bərabərdir. Burada 1-in işarəsi mənfidir. Sağa keçəndə müsbət olacaq. Eləyəcək bizim üçün 14. A-nın qiyməti də olacaq bizim üçün 7. İndi deməli, burada A-nın qiymətini 7 tapdıq. Üzərinə gələk. İndi gəlin B hissəsini də tapaq. Onda B plus 5 də bərabər olacaq 7-yə. B-nin qiyməti də bərabər olacaq 7 minus 5. O da bərabərdir 2-yə. Deməli, 7 üzərinə gələk 2. Bu da toplayanda 9 eləyəcək. Deməli, yoldaşlar, ümumi olaraq birinci mötərizənin içərisindən biz qiymət olaraq nə tapdıq? Baxın, mənfi 2, mənfi 2. Üzərinə gələk, ikinci mötərizədən biz nə tapdıq, hesabladıq, 9 rəqəmini aldıq. Əgər biri mənfi, biri müsbətdirsə də, dedik hər zaman böyükdən kiçik çıxılır, böyüyün işarəsi yazılacaq. Ona görə də cavab nəticə bizdə müsbət 7. Yəqin ki, hər biriniz başa düşmüş oldunuz. 20-ci sual da onun oxşarıdır. Özünüz həll edə bilərsiniz. İndi 21-ci sual. 21-ci sual bu son imtahanların qəbul sualıdır. Əslində çox asan və maraqlı sualdır. Baxın, dedik ki, hər zaman nə edəcəyik? Sol tərəfi sola bərabər götürəcəksiniz, sağı da sağa bərabər götürüb həll edəcəksiniz. Gəlin yazaq onda.
Əgər 3b kvadratı yoldaşlar 108-ə bərabərdirsə də, gəlin əvvəlcə b kvadratını tapaq. 108-i 3-ə böləcəyik. Burada deməli 3 dəfə, bir dəqiqə, 3 dəfə 18-i 3-ə böləndə 6. Əgər b kvadratı 36-dırsa da, b nəyə bərabər olacaq yoldaşlar? Deyəcəyik 6. Çünki 6-nın kvadratı 36 edir. İndi b-nin qiymətini tapdıq 6. İndi gəlin a-yı da tapaq. Əgər a kubu yoldaşlar 125-ə bərabərdirsə də, a nəyə bərabər olacaq? Neçənin kubu 125 eləyir? 5-in. Deməli, a-nın da qiyməti 5-dir. Deməli, hesablayaq. 2 vurulsun. 2 vuraq. A-nın qiymətini 5 tapdıq. 5. Üzərinə gələk. B-nin qiymətini yoldaşlar 6 tapdıq. Minus 7-yə. 2 dəfə 5 10 eləyir. Onun üzərinə 6 gələndə 16 eləyir yoldaşlar. 16. 16-dan da 7 çıxanda nə qalır? Bizim üçün 9. Deməli, doğru cavab Y variantı. 22-ci sualda bunun oxşarıdır, asandır. Keçək 23-cü suala. 23-cü sual biraz böyük görsənə bilər, mürəkkəb görsənə bilər. Amma asan və o da maraqlı sualdır. 23-ü də yazacağıq. 24 də onun oxşarıdır. Evə sizə tapşırıq olaraq verirəm. İndi hansını başa düşməsəz, yenə də bir daha dərsə deyə bilərsiniz. İndi yoldaşlar, birinci nəyə həll edəcəyik? Dedik ki, mötərizənin içərisine. Amma baxırsınız ki, burada bir dənə minus 5 var. Biz demişdik axı, sol tərəf sola bərabərdir, sağ tərəf sağa bərabərdir. Yadınızda saxlayın, riyazi hesablamalarda necə rəqəmlər hər zaman sağa keçdiyi kimi, dəyişənlər hər zaman sola keçdiyi kimi tənlikləri bir anlıq riyaziyyatdan gözünüzün önünə gətirin. Bu da eyni qayda ilə. İndi buradan biz, baxın, bu çıxaq 5-i sağ tərəfə keçirəcək. Burada işarəsi 5-in mənfidir. Sağa keçəndə olacaq müsbət 5. Artıq yoldaşlar, baxın, burada 5 yoxdur. Biz bunu hesablayacağıq. Aşağıdakı isə, baxın, bu müsbət 2-ni yoldaşlar, işarəsi müsbətdə sağa keçəndə mənfi olacaq. Yəni, çıxaq 2 olacaq. Artıq bu 2 də yoxdur. Mötərizənin içərisini hesablayacaq. İndi rahatlıqla misalımızı həll edə bilərik. İndi baxaq yoldaşlar, birinci bu qara şar deyək buna. Qara şarla operator olaraq verilən 9 və 8 rəqəmi verilib, yuxarı hissədə isə dəyişənləri verilib. Deməli, onda buradan başa düşdük ki, yoldaşlar, K-nın qiyməti 9-dur, 2E-nin qiyməti də 8-dir. Əgər 2E-nin qiyməti 8-dirsə də buradan yazacağım. 2E-nin qiyməti 8-dirsə də E-nin qiyməti nəyə bərabər olacaq? Deyəcəksiniz 4-ə. Deməli, E-nin qiyməti 4-dür, K-nın qiyməti də 9-dur. Gəlin hesablayaq. Bərabərdir 9-un kvadratı minus E-nin qiyməti də dedik 4-dür, plus 5. 9-un kvadratı bizim üçün yoldaşlar neçə eləyir? Əvvəlcə onu tapacağıq. 9-un kvadratı, K-nın qiyməti 9 tapmışdıq. Bəli, doğrudur. 9-un kvadratı eləyəcək bizim üçün 81 minus 4 plus 5. 81 olduğu kimi saxlayın. Baxın, bu mənfi 4-dür, bu da müsbət 5-dir. İslah olur gedirlər. Baxın, müsbət 1 qalır. 81-in üzərinə 1 gələndə yoldaşlar, bu deyilir bizim üçün 82. Deməli, birinci sətirdə hesablamamızda birinci mötərizənin içərisinə biz 82 qiymətini aldıq. İndi gəlin əl işarəsi olan ikinci mötərizəni hesablayaq. İkinci mötərizəni də baxın, bu ikinci sətirdə hesablayacağıq. İndi yoldaşlar, ikinci mötərizədə deyir ki, 2K bərabərdir 10. Onda K-nın qiyməti nəyə bərabərdir? 12-yə böləcəksiniz 5 yoldaşlar. E-nin qiyməti nəyə bərabərdir? E-nin qiyməti də 4-ə bərabərdir. Artıq K-nın qiyməti var, E-nin qiyməti var. Gətirib yerinə yazaq. E-nin qiyməti 4-dür. 4 üzərinə gələk, 2 vuraq. K-nın qiyməti də 5-dir. 2-ni 5-ə vuranda yoldaşlar 10 eləyir. Onun da üzərinə 4 gələndə 14 eləyir. Amma burada bir minus 2-miz var. Bax, o yaddan çıxmışdı. Onu da yazaq. Minus 2. İndi hesablayaq. 10, 14. 14-dən də 2 çıxanda eləyəcək 12. Deməli, indi yoldaşlar, biz nə elədik? Birinci mötərizədən 82 nəticəsini aldıq. İkinci mötərizədən də 12 nəticəsini aldıq. Bizdə isə iki mötərizə arasında bir minus işarəsi var. Yəni deyir ki, sonda aldığın nəticədə rəqəmləri bir-birinə də çıxın.
Onda birinci mötərizədən alınan nəticəni 82-ni yazırıq, minus. İkinci mötərizədən aldığımız nəticə 12. 82-dən də 12 çıxanda bizim üçün neçə qalacaq? 70. Deməli, doğru cavab A variantı. Belə baxanda çətin görsənə bilər, amma narahat olmayın, maraqlı və asan suallardır. Bircə buradakı mən üzərini qaraladığım bu 5 və 2 rəqəmi sizi çaşdıra bilər. Belə tip suallarda hər zaman yadınızda saxlayın, rəqəmləri sağ tərəfə keçirin. Əvvəlcə dəyişənlərin, yəni N-in, K-nın və yaxud da A-nın, B-nin, C-nin qiymətini tapın, sonra isə sağ tərəfdə yerinə qoyaraq hesablamaq lazımdır. 24 isə sizə evə verirəm, ev tapşırığı, o da bu sualların oxşarıdır. Deməli, yoldaşlar, biz bugün sizinlə 24 dənə sual nümunəsindən aşkar operatorlara məxsus bir neçə sualların izahına baxdıq. Yerində qalan bəzi suallarda sizə evə tapşırıq verdim. İnşallah, yəqin ki, başa düşmüş oldunuz. Nəyi başa düşməsəz, bir daha da mənə yaza bilərsiniz və yaxud da dərs zamanı deyə bilərsiniz. Hər birinizə uğurlar.